alveollarda gedir. Bu bir alveolun quruluşudur. Alveolun içərisində bioloji fəal maddələr ifraz olunur ki, bu bioloji fəal BFM deyirik həmişə biz buna. BFM. Bioloji fəal maddələr ifraz olunur ki, bu alveolu yapıqmağa qoymur. Yapıqmağa qoymur. Daim belə şarik vəziyyətində, şişkin vəziyyətində saxlamış olur. Aydındır? Və bu ilə ki, içəridən bir pərdədir. Bioloji fəal maddənin ifraz etdiyi bir pərdə olur burada. Ağ alveollar işlədikcə uşaqlar işlənəndə hər bir belə deyim də orqan, hüceyrə işləyəndən sonra məhv olur. Məhv olandan sonra orqanizmi tərk eləməlidir. Necə ki, eritrositin yaşama müddəti 120 gündür falan filan, düzdürmü? Hüceyrə yarandısa məhv olmalıdır. Burada da həmin o pərdə işləndikdən sonra bir müddətdən sonra orqanizmdən bəlğəm şəklində gəlib çıxır. Və bu bəlğəmi təbii ki, çıxartmaq lazımdır. İşlənmiş pərdədir. Bəlğəm işlənmiş pərdədir. Aydındır? Hansı ki, bu pərdə normalda nə ifraz edir? Bioloji fəal maddə ifraz edib, alveolları yapıqmağa qoymur. Yəni, deməli, şişkin vəziyyətdə saxlamış olur. Alveolun divarı təkqat epitel toxumasından ibarətdir. Alveolun divarı bir qat epitelidir. Biz nəfəs alırıq. Udduğumuz havanın tərkibini bilməliyik. Biz 21% oksigen uduruq, amma 16% oksigeni qaytarırıq. Deməli, 21-dən 16-sını çıxanda 5% keçəcək qana. Karbon qazı 0,3% uduruq, 4% qaytarırıq. Azot 78,3 uduruq uşaqlar, 78,7 qaytarırıq. Belə bir cüzi dəyişiklik baş verir, çox cüzi. Təsirsiz qazlar və ya nəcib qazlar, helium, neon, argon, kripton, ksenon, radon, kimyadan keçirsiniz bunu. 1% təsirsiz qazlardır. Necə uduruqsa elə də qaytarırıq. Su buxarı buraxdığımız havada su buxarının miqdarı udduğumuz havaya nisbətən daha çoxalır. Baxın, siz şüşəyə nəfəsiniz verəndə görürsünüz, şüşə tərləyir. Deməli, buraxdığımız havadakı su buxarının miqdarı udduğumuz havadan çoxdur. Eyni zamanda nəfəs verəndə buraxdığımız havadakı temperatur da çoxalmış olur, artmış olur. İndi biz nəfəs alırıq. Baxın, bu qazları uduruq. Oksigeni udduq, 21% oksigen udduq. Tutaq ki, 0,3% də karbon qazı udmuşuq. Bunu biz şeydə də keçmişik, çox yerdə keçmişik. Alveolun divarını bir qat epitel toxunmasından ibarət olan qan kapilярı əhatə edir. Bu kapilyardır. Kapilyar. Hansı kapilyardır? Kiçik qan dövranımızın kapilyarıdır. Yadınızdadır? Nə deyirdiniz? Deyirsiniz ki, kiçik qan dövranı sağ mədəcikdən başlayır, venoz qanı çıxarır ağciyər kötüyü ilə. Ağciyər kötüyü çıxandan sonra sağ-sol ağciyər arteriyalarına ayrılıb venoz qanı daşıyır. Deyirdiniz ki, gedir alveollarda. Alveolları bürüyən ağciyər kapilyarlarını əmələ gətirir. Deməli, bura venoz qanı gətiribdir. Venoz qanda hansı qazla zəngindir? Karbon qazı ilə zəngindir. Təbii ki, uşaqlar, burada oksigen də olur, amma az miqdarda olur. Yəni, kiçik qan dövranı ilə bura gələn karbon qazının miqdarı oksigenin miqdarından qat-qat çox olmuş olur. Udduğumuz havada isə oksigenin miqdarı karbon qazından qat-qat çox olmuş olur. Aydındır? Və bu dedik ki, alveolun epitelisidir. Alveolun epitelisidir. Bu isə kapilyarın epitelisidir.
Kapillər də yadınızda da deyirdik ki, qan kapillərlər deyirdik ki, bir qat epitel toxumasından ibarətdir. Arteriya ilə venanın divarı sıxsa epiteli, amma kapillərin divarı bir qat epiteli. Ona görə ki, dedik, burada nə baş verəcək? Alış-veriş, yəni diffuziya prosesi baş vermiş olacaq. Və görək necə diffuziya baş verir. Mən demişəm ki, diffuziya necə baş verir? Konsentrasiyası çox olan yerdən həmişə az olan yerə nüfuz edir. Yəni diffuziya edir. Qanın içində olan karbon qazının miqdarı, qatılığı, udduğum havadakı karbon qazının qatılığından çox olduğu üçün siz də deyirsiniz ki, çoxdan aza diffuziya eləyir. Burada karbon qazı çoxdur buradan. Karbon qazı buradan bura keçir, alveola keçir. Qandan alveola keçir. Amma udduğum havadakı oksigenin qatılığı qandakı oksigenin qatılığından çox olduğu üçün oksigen məcburdur çox olan mühitdən hara? Az olan mühitə diffuziya eləsin. Ona görə çoxdan aza. Beləliklə, alış-veriş diffuziyası baş verir. Oksigen alveoldan qana, karbon qazı isə qandan alveola diffuziya edərək qazlar mübadiləsi baş verir. Nəfəs alma. Bu proses yalnız nəfəs almada baş verir. Bax, buranı diqqətli tutun. Elə hətta şagirdlər, müəllimlər var ki, elə bilirlər ki, nəfəs alanda oksigen girir, nəfəs verəndə karbon qazı çıxır. Elə deyil. İstər diffuziya bir anda, ancaq nəfəs almada baş verir uşaqlar. Bu belə keçdi nəfəs almada, bu nəfəs vermədə belə şey yoxdur. Aydındır? Diffuziyadan sonra biz bu qazı çıxardırıq. Deməli, hər iki keçid nəfəs alma. Yəni, qazlar mübadiləsi nə zaman baş vermiş olur? Nəfəs alma aktında baş vermiş olur. Və sizə deyəcək ki, alveoldakı qaz alveoldan qana diffuziya edərkən neçə qatdan, neçə toxuma növündən keçir? 2 qatdan keçdi gördüyünüz kimi. Qanın içinə girməsi üçün bir alveolun divarından keçdi, bir də kapillərin divarından keçib girdi qanın içinə. 2 qatdan keçdi. Amma neçə toxuma növündən keçdi? Bir toxuma növündən keçdi. Bu da bir qat epiteli idi, bu da bir qat epiteli idi.